وَمِنْ آيَاتِهِ اللَّيْلِ وَالنَّهَارِ وَالشَّمْسِ وَالْقَمَرِ Gecə, gündüz, وَالشَّمْسِ وَالْقَمَرِ Güneş, ay, Allah Taala'nın en büyük ayetlerinden, alametlerinden, yarattığı məxluqlarından birisidir. Yani niye böyle buna bakıp ibret almışsınız ey insanlar? Veyahut da ki Allah Teala diğer buyurur. خَلَقَ السَّمَاوَاتُ وَالْاَرْضَ بِالْحَقِّ Göyleri ve yerleri hak olarak yarattı. وَمِنْ آيَاتِ اَنْ تَقُومَ السَّمَاءُ وَالْاَرْضِ بِالْاَمْرِهِ Allah'ın ayetlerine emirler nedir ki göyler ve yerler onun emriyle diyanır. اَلَّذِ جَعَلَ لَكُمْ الْاَرْضَ مَهْدًا Hansı ki yeri sizin için döşek etti. اَلَّذِ جَعَلَ لَكُمُ الْاَرْضَ فِرَاشًا وَالسَّمَاءَ بِنَاءً Hansı ki yeri sizin için döşek, semanı sizin için tavan etti. وَالْاَرْضَ بَعْدَ ذَٰلِكَ دَحَاهَا Sonra bir yeri döşedi. اَلَمْ نَجْعَلْ الْاَرْضَ كِفَاتًا اَحْيَاءً وَاَمْوَاتًا Meğer biz yeri mesken etmedik mi? Hem dirilere hem ölülere. Diriler yerin üzerine gelir, ölüler yerin altında. فَخَرَجَ مِنْهَا مَاءً وَمَرْعَاهَا Allah Teala hemen o yerden insanlar için su, yeme, içmeyi çıkarttı. وَالْاَرْضَ وَدَعْهَا لِلْاَنَامِ Yeri de Allah Teala bütün mahlukat için döşedi. فِيهَا تَاتِهَا Orada mühtelif növlü Allah Teala meyveler geçiştirdi insanlar için. وَاَلْقَى فِي الْاَرْضِ رَوَاسِ اَنْ تَم۪يدَ بِكُمْ Allah Teala yeri yardan sonra dağlar yarattı ki o dağlar beş dursun. Kim eledi bunu? Uca Allah. وَاِنَّ مِنَ الْحِجَارَةِ لَمَّا يَتَفَجَّرُ مِنْهُ الْاَنْهَارِ Taşlardan da su çıktı, çeşmeler çıktı. Kimdi bunu yerleyen? Allah Teala. وَاِنَّ مِنْهَا لَمَا يَشَّقَّقُ فَيَخْرُجُ مِنْهُ الْمَاءِ O taşların bazıları var ki parçalanır, oradan su çıkar. İnsana istifade verir. وَاِنَّ مِنْهَا لَمَا يَحْبِتُ مِنْ خَشْيَةِ اللّٰهِ O taşlardan bazıları var ki Allah korkusundan dığırlanır. Subhanallah. Allah korkusundan. Taş. Çünkü her bir mehlukat Allah'tan inleyip Allah Teala'ya ibadet ediyor. Yani bunları kim eledi? وَجَعَلْنَا مِنَ الْاَنْ مَاءِ كُلَّ شَيْءٍ حَيٍّ Biz bir sudan her bir şeye hayat verdik. وَاَنْزَلْنَا مِنَ السَّمَاءِ مَاءً Biz semadan yağış indirdik. Kim eledi bunu? Allah Teala. اَفَرَيْتُمْ مَاءَ الَّذِي تَشْرَبُونَ اَاَنْتُمْ اَنْزَلْتُمُوهُ مِنَ الْمُزْنِ اَمْ نَحْنُ الْمُنْزِلِينَ Deyin, haber verin görün. O sizin içtiğiniz o su. Onu buluttan siz indirdiniz. Yoksa biz. Subhanallah. Yani alta göre ne güzel mentiki deliller getirilmişlikler için. Kim indirdi o yağışı? Bütçeler? Hayır. Evliyalar? Hayır. Taşlar ağaçlar? Hayır. Allah. Çünkü Allah da her şeyi yaradan. وَاسْقَيْنَاكُمْ مَاءً فُرَاطًا Sizin için temiz sular içizdirdi. Kim? Allah Teala. قُلْ أَرَأَيْتُمْ إِنْ أَصْبَحَ مَاءُكُمْ غَوْرًا فَمَنْ يَأْتِيكُمْ بِمَاءٍ مَعِينٍ De, bir söyleyin görey. Alta göre mençikle buyurur. Eğer suyunuz çekilip yerin dibine geçse Allah'tan başka kim size akarsu getirebilir? Hiç kimse. Alta Kur'an kendi buyurur. Mulk suresi 30. ayet. Yani bütün bunların sahibi kimdir? Allah Teala. Yağışı indiren kimdir? Allah Teala. Kulağımız neye delirdi? Allah Teala'nın vahdaniyetine, Allah Teala'nın tekliğine, Allah Teala'nın hiçbir şeriki olmuyor. Yaradanda biz neye göre Allah Teala'na şerik koşmalıyız? İbadet meselelerinde, tevhid meselelerinde ve diğer ibadetlerde. Asıl Kur'an de bunları getirerek insanlara bildirir. Yani bunları kim eledi? Allah Teala. Hamısından soruşsan ki bunun sahibi kimdir? Bize Allah. Biz neye göre Allah'a şerik koşursan? Yani Allah Teala'nın vasıtaya kimese ihtiyacı var. وَهُوَ الَّذ۪ي مَرَجَ الْبَحْرَيْنِ هَذَا عَذْبٌ فُرَاتٌ وَهَذَا مِلْحٌ اُجَاجٌ Subhanallah. Bakın diyor, bir denizde iki su. Hiçbir birbirine karışmır. Birisi şirin sudur, diğeri şor sudur. Kimdi bunu eden? وَجَعَلَ بَيْنَهُمَا بَرْزَخًا Onların ikisinin arasında maniye edip, birbirine karışmıyor. Kim ediyor? İlahum me Allah, ayağın aklına gelir. Meğer Allah'la başka beraber ilah var mı? Subhanallah. Yani bakın Rahman suresi Allah Teala bel ekseruhum la ya'lemun. Ama insanların çoğu değil, bundan gafildirler. İnsanların çoğu bunu bilmirler. Yani bütün bunlar Allah Teala'nın rububiyeti hamısı neye delildi?
düşünən insanlar üçün ki, bunları tək Allah yaradır və Allah atalanın şəriki də yoxdur. İnsanları Allah diriləcək, qiyamət günü Allah daha sorğu-sual çəkəcək. Ona görə insanlar ancaq və ancaq ibadətlərini Allah etmədilər, Allah Teala'ya heç nəyi şərik qoşmalı deyirlər. Yəni tövhid budur. Buna deyirlər rububiyyət tövhidi. Rububiyyət tövhidi. Amma bir şey qeyd edəyək dərsin sonunda. İnsanlar da bir neçə qismə bölünür. Yəni bəzi insanlar elə qeyd edirlər ki, elə zənn edirlər ki, Allah Teala bütün peyğəmbərləri rububiyyət tövhidini insanlara çatdırmaq üçün göndərib. Bu yanlış fikirdir. Çünki ateistlərdən başqa heç kimsə Allahın varlığını inkar eləmir. Hətta Məkkə müşrikləri belə Allahın varlığını inkar eləmir. İndi Allah yaradıb. Bütün orta peyğəmbərlər nə üçün göndərib? Uluhiyyət tövhidi üçün. Aslında gələn dərsimizə başlayacaq. Uluhiyyət tövhidi nədir? Yəni ibadətlərin yalnız və yalnız Allah'a edilməsi. Amma bəzi sufi təriqətləri günümüzdə ancaq Allahın rububiyyətindən danışırlar. Gözəl proqramlar Allah yaratdı. Amma uluhiyyətdən danışan yoxdur. Niyə? Və peyğəmbərlərin gəlmə səbəbini uluhiyyət tövhidi deyil, rububiyyət tövhidi göstərirlər. Çünki özləri əməlləri şirkdir ona görə. Və deyəndə ki, Məkkə müşriklər nəyə görə kafir olur? Deyirlər ki, Allah inkar elədi. Amma Məkkə müşriklər Allah inkar elədi, xeyr. O da Quran-Kərim buyur, onları sorsan gəlirlər, ölürlər, kim yaradıb? Allah deyərlər. Onu nə edirlər? Tövhidin həqiqətini, əsas tövhidin edirlər, dəyişdirirlər. Tövhid rububiyyə özü, tövhid rububiyyəni anlamaq üçün, tövhid rububiyyəni üçün lazımdır. Özü, tövhid rububiyyəsi nəyə gərəkdir? Rububiyyəti qəbul eləməyi. Ona görə əsas tövhidi nədir? Uluhiyyət tövhidi ki, bütün Allah Teala peyğəmbərləri bunun üçün gözləm. İnşallah gələn dərsimizdə davam edəcək. Subhanakallah, bihamdik, əşhədən la ilahe illə ent, nəstəğfiruke və nətubu ileyk.